Bütün ermənilərin Katolikosu 2. Qaregin revanşist xəyallarından ayrıla bilmir. Ölkəsində ordusunun gücləndirilməsinin vacibliyini vurğulayıb. Bu, heç də özünü müdafiə xarakteri daşımır. Bu, yeni müharibə hədələri ilə bağlı siqnaldır. Bölgədə revanşist əhval-ruhiyyə sərgiləyən din xadiminin təxribatçı çağırışları bütün dini qaydalara zidd addımdır. Amma necə deyərlər, erməni toplumu üçün heç zaman dini, mədəni, əxlaqi dəyərlərin önəmi olmayıb. Erməni din xadiminin revanşist çağırışları da sadaladıqlarıma əyani sübutdur. Çirkin xislət və niyyətin mahiyyəti heç zaman dəyişmir. Biz bilirik ki, bugün Ermənistanda olduqca güclü revanşist qruplar mövcuddur. Onları hətta iki yerə bölmək olar. Fəal, aktiv revanşistlər, o kəslər ki, 30 illik işğala cavabdeh etdilər və pasiv revanşistlər. O, bugünkü Ermənistan hökumətidir. Onlar sözdə konstruktiv yanaşma nümayiş etdirir, ancaq eyni qisas və revanş hissləri ilə yaşayırlar. Və həmin dairələr ölümcül silahlar alır, bəziləri onlara hədiyyə olaraq təqdim edilir və onlar Azərbaycana qarşı yeni hərbi əməliyyatlar üzərində düşünürlər və bu səbəbdən onlar bizim legitim təkliflərimizi qəbul etmək istəmir. Bütün ermənilərin Katolikosunun revanşist çağırışlarına bir neçə prizmadan yanaşmaq olar. Belə ki, bir neçə gün bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə səsləndirdiyi fikirləri xatırlayaq. Müharibə olmayacaq, sülh olacaq. Ermənistan və Azərbaycan xalqları sülh və dinc şəraitdə yaşamağa layiqdir. Həmçinin Nikol Paşinyan əvvəlki bütün konstitusiya referendumlarının xalqın iradəsini əks etdirmədiyini də deyib. Görünür, baş nazirin parlamentdəki sülhlə bağlı çıxışları Ermənistan cəmiyyətində birmənalı qarşılanmayıb. Maraqlıdır, bu fikirlərin ardınca bütün ermənilərin Katolikosunun bölgədə müharibəyə çağırış etməsi nəyə hesablanıb? 44 günlük vətən müharibəsindən sonra regionda yaranan yeni reallıqları qəbul etməməklə yenə də dəmir yumruq arzusundadılar. Və biz deyə bilərik ki, erməni xalqının bütün faciələrinin kökünün əsasında məhz bu kilsə durur və bu kilsə 1-ci Qarabağ müharibəsini də körükləmişdi və bugün də bu istiqamətdə öz rolunu oynamağa çalışır. Amma onlar nəzərə almalıdırlar ki, bu siyasət, bu yanaşma artıq erməni cəmiyyəti tərəfindən də qəbul edilmir. Erməni cəmiyyəti də anlayır ki, müharibə bu xalqlara yalnız faciə gətirir və bugündən sonra da faciə gətirəcək. Onlar çalışmalıdırlar ki, Azərbaycan xalqı ilə bir yerdə sülh şəraitində yaşasınlar. Əslində biz hər bir dinin mahiyyətinə baxanda bu dinlərin əsas mahiyyətinin insanlar arasında sülhə töhfə vermək, sülhü bərqərar etmək olduğunu görürük. Amma təəssüf ki, biz bunu erməni kilsəsi haqqında söyləyə bilmirik. Ermənistan-Azərbaycan arasında sülh danışıqları davam edir. Rəsmi İrəvan isə Azərbaycanla şərti sərhəddə təxribatlar törətməklə sülh prosesinə kölgə salır. Bir mənalı olaraq söyləyə bilərik ki, təxribatların genişlənməsində revanşist qüvvələr mühüm rol oynayır. 2020-ci ilin 44 günlük vətən savaşından sonra da erməni kilsəsi öz ampulasındadır. Sabitliyə, inkişafa yox, birbaşa revanşizmə yol açır. Dini dəyərlərin əksinə olaraq erməni şovinizm əsasında fəaliyyət göstərir.